Doktor, bədənimizə o ağrılar İçinə gəlir. Məsəl üçün, sümüyümüz ağrıyır, bədənimizin əti ağrıyır. O da sırf yuxuya bağlı yoxsa? Bu ümumi sinirə bağlı. Sən yatmamısansa, sinir sistemin rahatlanmır. Rahatlanmayanda nə olur deyirsən, doktor, bədənimdə ağrılar gəzir. Gəl kürəyim ağrır. Elə xəstəlik olar ki, oradan bura qaçar, buradan bir yerin xəstəliyi olsa, o yer ağrıyar. O ağrı bədəndə gəzirsə, o artıq nəyə bağlıdır? Sinirə bağlıdır. Və doktor, qaşınıram. Necə qaşınırsan? Doktor, gəh qulağım qaşındı, gəh ayağımın dabanım qaşındı, gəh nə bilim qolum qaşındı. Bu nə olur? O da yenə sinirə və tutaq ki, neyrodermit deyilən bir şey var, allergiya tipli sinir pozuntuları. Amma əsəb də qaşınma verir. Əsəb elə ona gətirim də, əsəbləşsən verir. Məsələn, məndə olur, əsəbləşirəm, bir də görsəm, başlayır ətim qaşınmağa. Ən çox bunu hissələrdə elə bir hissələr, bir qarışqa gəzir sanki. O haçan olur? Valla əvvəllər daha çox idi, indi biraz yaxşıdır. Sən Allah işimə demə, gətirib bədənə qarışqa zad oxuyacaq. Yəqin əsəblə bağlıdır. Dediyim odur ki, o dediyində həqiqət var. İnsanın bədənimin hər yeri ağrıyan adamlarda ciddi bir sən orqaniki pozğunluq tapa bilməyəcəksən. Orada yenə hara getsin, gəlib sinir sisteminə çıxacaq. Tamam, onu da arı ilə, zəli ilə, arı məhsulları ilə müalicə edirsiniz. Təbii ki, əgər məsələn qan qatılaşmağa bağlıdırsa bədəndə olan ağrılar, zəli gözəl effekt verəcək. Ondan sonra neyrodermitə bağlıdırsa, orada arı zəhəri əvəzsizdir. Yuxusuzluqda biz bilirik ki, qurbağa qədər dərin yuxu verən heç bir şey yoxdur. Elə bağlayan kimi yuxuya, görürsən, dərin yuxu gəlir. Və ondan başqa təbii ki, bitkilər var, dazotu dəmləməsi, şüy toxumu dəmləməsi, damotu dəmləməsi, yarpız dəmləməsi, bunlar hamısını yuxunu dərinləşdirir. Bir stəkan isti suya bir xörək qaşığı bal qarışdırırsan, o da yuxunu dərinləşdirir. Bal. Bal. Axşam yeməyinə qatıq qəbul eləsən, o da səni rahat. Qatıq yuxu gətirəndir. Qatıq adamın yuxusu həm dərinləşir, həm də tez adam yatar. Belə deyirlər, qocalıq hüceyrələrinin qabağını alır. Bəli, qocalığın qarşısını alır qatıq. Bir stəkana hər axşam qatıq qəbul edən adamlarda qocalıq prosesi ləngir. Çünki o proses gecə baş verir. Qatıq da onun qarşısını alır. Görürsən, gündüz gəlirsən, üzünü təmizlədin, axşam yatır, səhər duranda görürsən ki, üzü yenə təmizləmək lazımdır. Yəni, o proseslərin qarşısını alır. Şəkər olan adamlarda məsləhət görürəm ki, bir çay qaşığı, o bir stəkan qatığa darçın qarışdırsın, darçın tozu qarışdırsın. O zaman şəkəri normaya salacaq. Hə, başa düşdüm. Amma belə sadə şəkildə qatıq qəbul etsinlər. Qatıq qəbul mütləq eləyin ki, həm qocalıq hüceyrələrinizin qabağını alır, həm də ki, yuxunuzu dərinləşdirir.